כן, שבונים את המערכת Да, ממצב когда мы stроим Biz систему sistemi из qırılmış искусственного vəziyyətdən состояния islah исправления, olunmuş vəziyyətə doğru אז זה פתרון. qurduğumuz zaman, здесь bəs burada входит sevgi любовь. harada Что daxil для меня olur? есть любовь? Sevgi nədir? Объединение, совершенное Birləşmə. объединение Mükəmməl называется birləşmə любовью. sevgi adlanır. Bu, birləşmənin sonudur. Конец Amma hər bir объединения. pillədə Но на haradakı каждой ступени, birləşmənin sonu var, где есть orada конец объединения, şərin раскрытие aşkarlanması, зла, islahlar, исправление, müxtəlif növ araşdırmalar və выяснение, aydınlaşmalar olur və И в nəticədə конечном biz счете мы müəyyən приходим bir к какому-то birləşməyə gəlirik. Объединение, максимальное Birləşmə, объединение, indiki vəziyyətdən которое мы можем qura построить bildiyimiz из maksimum наивысшего birləşmə состояния, sevgi называется adlanır. любовью. И любовь Və должна sevgi быть ilk прежде növbədə всего məxluqlara любовь sevgi к olmalıdır. творениям, Onluqda sevgi. Onluğa olan sevgidən biz həmçinin Yaradanın onluğa olan sevgisinə də aşkar etməliyik. Biz nə dərəcədə qarşılıqlı sevgimizlə, birliyimizlə, qarşılıqlı ehtiva olmamızla, bir-birimizə sədaqətimizlə hər şeyi onun üçün edirik ki, Yaradan bizim içimizdə aşkarlansın və bizdən həzz alsın. мы раскрываем Əslində biz ümumi bir hadisəni özümüzdə aşkar edirik. Klidən kənarda biz heç nə aşkar etmirik. Lakin məhz bu hadisə bizim ilkin almaq istəyimizdən tamamilə ayrılmışdır və almaq arzusu ilə əta etmək arzusu birlikdə qurulduqda meydana çıxır. Bütün günahları sevgi örtəcək. Yəni, daxilimizdə günahlar var. Biz onları aşkar edirik, anlayırıq, islah edirik, onları düzgün şəkildə birləşdiririk, bir-birimizə sədaqətlə onları sanki saplarla tikirik. O zaman biz ümumi sevgi qüvvəsinə gəlirik və bu Yaradanın aşkarlanması deyilir.